Axşamınız xeyir dostlar. Hər gecə bir nağıl dinləməkdən yorulmadınız ki? Elə isə keçid alaq növbəti nağılımıza. Bu axşam sizə Afrikanların buqalemun rəngini necə dəyişdirir adlı nağılını danışacağam. Tanrı Niyamje yaratdığı bütün canlıları, insanları və heyvanları bir yerə toplayaraq dedi: İndi hamınız məndən bir şey diləyə bilərsiniz. Mən bu arzularınızı həyata keçirəcəyəm. Amma hər kəs arzusunu çox yaxşı düşünsün. Çünki sonra dəyişdirmə imkanınız olmayacaq. Əvvəlcə insan arzusunu bildirdi. Mən kənddə yaşamaq istəyirəm. Tarlada işləyəcəm, meyvə-tərəvəz yetişdirəcəm, onlarla dolanacağam. Diləyin gerçək olsun. Tanrı Niyamje cavab verdi. Biz meşələrin dərinliklərində yaşamaq istəyirik. İnsanlardan uzaqlarda ova çıxaq. Yırtıcı heyvanlar dedi. Sizin də diləyiniz gerçək olsun. Tanrı Niyamje dedi. Sonra buqalemundan soruşdu. Buqalemun, bəs sənin arzun nədir? Hər tərəfdə eyni anda olmaq istəyirəm. Həm kənddə ola bilim, həm də meşənin dərinliklərində. Yaxşı. Göylərin və yerlərin tanrısı Niyamje dedi. Sənin istəyin də gerçək olsun. Bax elə o gündən bəri insanlar kəndlərdə, yırtıcı heyvanlar isə meşənin dərinliklərində yaşayırlar. Buqalemun isə daim yaşadığı yerə və olduğu mühitə görə rəngini dəyişdirir. Buqalemun meşənin yaşıllıqlarında başqa, tozlu bir yolda irəliləyərkən başqa, günəşdə bir daşın üzərində dincələrkən də başqa bir rəngə bürünür. Çünki Tanrı Niyamje belə buyurub. Bu axşamki nağılımızın da beləcə sonuna gəldik. Növbəti axşam yeni bir nağılla qarşınıza gələcəyik. Amma siz hansı nağılı dinləmək istəyirsinizsə, mütləq şərhlərdə bizimlə bölüşün.